Salam hörmətli müəllimlər və şagirdlər. Bugün sizlərə ismin yiyəli halını izah edəcəyəm. Bildiyimiz kimi ingilis dilində ismin iki halı var. Bunlardan biri adlıq hal. Who, what, yəni kim, nə sualına cavab verir. Məsələn, a book, a girl, Jane, Tom and başqaları. İkincisi isə ismin yiyəli halıdır. İsmin yiyəli halı whose kimin sualına cavab verir. Canlı isimlər üçün biz apostrof s və yaxud da s apostrofdan, cansız isimlər üçün isə of sözünündən istifadə edirik. Həmin bu şəkilçilər, yəni apostrof s apostrof və of Azərbaycan dilindəki ın, in, un, ün şəkilçilərinə uyğun gəlir. Tək isimlər üçün biz apostrof s-dən istifadə edirik. Məsələn, a girl's book, qızın kitabı, the doctor's advice, həkimin məsləhəti. Cəm isimlər üçün isə kökünə s və yaxud da es əlavə etməklə düzələn isimlər üçün isə biz s apostrofdan istifadə edirik. Məsələn, the teacher's room, müəllimlərin otağı. Cansız isimlər üçün isə biz of-dan istifadə edirik, of sözünündən. Məsələn, the door of the room, otağın qapısı. Kökündən dəyişərək cəmlənən isimlərin yiyəli halında isə biz həmişə apostrof s-dən istifadə edirik. Heç vaxt biz s apostrofdan istifadə edə bilmərik. Məsələn, a man's room, men's room və yaxud da a child's room, children's room və yaxud da an oxen's stable, oxen's stable. Burada gördüyünüz isimlər, bu hissədə gördüyünüz isimlər isə səhv işlədilib. Məsələn, biz heç vaxt topluda adətən bu cür isim variantları biz görürük. Məsələn, biz heç vaxt women's apostrof görə bilmərik, men's apostrof, children's apostrof görə bilmərik. Çünki onlar səhvdir. Bu variantları biz heç vaxt düzgün götürmürük. Digər variantlara keçirik. Və yaxud da bəzi isimlər var ki, onların cəmi də təki də eyni olur və heç bir dəyişiklik olmur. Bu isimlərə də a deer, a sheep, a swan kimi isimlər aiddir ki, onların da təki cəmi həmişə eyni olur. Buna görə də biz onlara apostrof s əlavə edirik. Burada gördüyünüz kimi, məsələn, deer, s apostrof, sheeps apostrof, bunlar səhvdir. Biz onları düzgün götürə bilmərik. Sonra isə soyadların yiyəli halı var. Burada iki hal mövcuddur. Bunlardan biri, əgər biz ailənin bir üzvündən danışırıqsa, bu zaman Mr. və Mrs. sözlərindən istifadə edirik. Xanım, cənab sözlərindən istifadə edirik. Bu zaman biz həmişə soyada apostrof s əlavə edirik. Məsələn, Mr. Johnson's house, cənab Johnsonun evi və yaxud da Mrs. Johnson's house, xanım Johnsonun evi. Burada bir şəxsdən söhbət getdiyi üçün biz ora Mr. və Mrs. sözlərindən istifadə edirik. Lakin bir ailə, bütöv ailə nəzərdə tutularsa, bu zaman biz z artiklından istifadə edirik. Z artiklından sonra isə gələn soyad cəmdə işlənir. Yəni s apostrofdan istifadə edirik. The Johnson's house, Johnsonların evi. Burada bütöv bir ailə nəzərdə tutulur. Digər bir hal isə bəzi isimlər vardır ki, onlardan sonra isim işlənmədiyi halda belə bu isimlər yiyəli hal hesab olunur. Məsələn, keçmiş zamanlarda bu isimlərdən son əvvəl köhnə ingilis dilində bu isimlərdən sonra ev, office və yaxud da shop kimi sözlərdən istifadə olunurdu. Lakin dil inkişaf etdikcə bu sözlər artıq ixtisar olunub, yerdə qalan sözlər tək işlənməyə başlayıb. İsim işlənməsə belə biz bunları yiyəli hal kimi hesab edirik. Məsələn, at my friends, burada mənim dostum gildə kimi tərcümə olunur. Məsələn, elə Azərbaycan dilində də biz mənim dostum gilin evində demirik. Eləcə mənim dostum gildə istifadə və yaxud da at Tom's, Tom gildə, at my aunt's, at the dentist, diş həkimində, at the bakers, at the grocers, at the butchers. Lakin burada gördüyümüz hallar isə səhvdir. Yəni biz onlara s apostrof artırmırıq. Digər bir hal isə mürəkkəb isimlərin yiyəli halıdır. Mürəkkəb isimlərin yiyəli halında da yiyəli hal şəkilçisi sözün sonuna artırılır. Yəni neçə hissədən ibarət olmağından asılı olmayaraq axırıncı sözə artırılır. Məsələn, brother-in-laws, babysitters and so on.
Sonu s ilə bitən adların yiyəlik halında da həm s, apostrof s-dən, həm də tək apostrofdan istifadə edə bilərik. Məsələn, James sözün köküdür. Biz ona apostrof s və yaxud da eləcə apostrof artıraraq yiyəlik halı yarada bilərik. Digər bir hal isə iki şəxsə aid olan əşyadan və yaxud da isimdən gedir. Burada əgər isim iki şəxsə ortaq aiddirsə, məsələn, iki şəxsin ortaq bir nəyi varsa, onda biz sonuncu ismə artırırıq apostrof s-i. Məsələn, Tom and Jane's house. Burada Tomla Jane'in ikisinin bir evi var. Bir evdən gedir söhbət. Ona görə də biz apostrofu s-i, apostrof s-i Jane'ə artırdıq. Yox, əgər bu isim hər iki şəxsə ayrı-ayrılıqda aiddirsə, o zaman biz hər iki şəxsə apostrof s artırırıq və yiyəlik olan isim isə cəmdə işlənir. Məsələn, Tom's and Jane's houses. Və xəbər də isimlə bərabər, xəbər də burada gördüyünüz kimi cəmlənir. Tom's and Jane's houses are large. Bədən üzvləri isə ortaq ola bilməz. Məsələn, Tom's and Jane's head. Tomun öz başı var, Jane'in də öz başı. Burada bədən üzvləri əllər, ayaqlar və yaxud da saç, göz, bunlar heç biri bədən üzvləri olduğu üçün hər iki şəxsin özünün ayrı-ayrı olduğu üçün həm biz hər iki şəxsə apostrof s artırırıq. Lakin Tom and Jane's heads bu səhvdir, çünki burada bədən üzvü hər iki şəxsə ayrı-ayrılıqda aiddir. Bir də digər bir hal isə burada gördüyümüz kimi here sözü sayılmır, təkdə işlənir. Lakin biz hər iki şəxsə ayrı-ayrılıqda apostrof s artırırıq, çünki hər iki şəxsin öz saçı var. Bu hal isə səhvdir. Sonra s, apostrof s yalnız ismə artırılarsa bu yiyəlik haldır bildiyimiz kimi. Digər hallarda, məsələn, burada gördüyümüz bu sözlər isim olmadığı üçün bunlar yiyəlik hal sayılmır. Məsələn, let's. Let's bu bildiyimiz kimi let asın qısaldılmasıdır. It is, it is'in, that is, this is, what is, who is, she is, her, he is, where is, there is, which is. Bunlar bildiyimiz kimi is'in qısalmasıdır. Bu sözlərə birləşib. Bu sözlər də isim olmadığı üçün biz bu sözləri hansısa cümlədə görəriksə, bunu yiyəlik hal kimi götürmürük. Test işləyərkən tələbələrə ən çətin gələn məqamlardan da biri apostrof s-in həz və yaxud da iz olduğunu ayırmaqdır. Bunu bilmək üçün müəyyən nüanslar var ki, onlara diqqət yetirmək lazımdır. Bu hissədə gördüyünüz nümunələr iz və yaxud da həzin qısaldılmasıdır. Əgər apostrof s-dən sonra əvəzlik gələrsə, bu izdir. Əgər apostrof s-dən sonra tək sifət gələrsə, bu da yenə izdir, yiyəlik hal deyil. Və yaxud da artikel görərsinizsə və yaxud da apostrof s-dən sonra söz önü, say, rəqəm, participle to, participle one, yəni verb ing, got və yaxud da been, zərf gələrsə, very, always, often kimi zərflər, going to, fond of, eager to, not kimi sözlər gələrsə, biz bilirik ki, bu yiyəlik hal deyil. Ona görə də biz o variantı yiyəlik hal kimi götürmürük. Digər bir hal isə here sözüdür. Burada da here sözü. Yəni apostrof s-dən sonra here sözü olarsa, bu da yiyəlik hal deyil. Buradakı apostrof s izə bərabərdir. Biz bəs nə vaxtı apostrof s-li sözləri yiyəlik hal kimi götürə bilərik? Əgər apostrof s üstəgəl isim olarsa, apostrof s üstəgəl sifət varsa, ondan sonra isim gələrsə, say olsa belə yenə isim varsa, fe'li sifət üstəgəl isim olmalıdır. Gerund gələrsə, yəni verb ing, ondan sonra cümlədə xəbər varsa, bu zaman və yaxud da fe'l varsa və yaxud da hər hansı bir xəbər varsa, bu zaman bu apostrof s yiyəlik hal sayılır. Gəlin fərqə baxaq. Burada Jane's coming was surprising. Burada yiyəlik haldır. Çünki burada was surprising xəbərdir. Əgər cümlədə
apostrof esli sözdən sonra verb ing, yəni ing-li söz gələrsə, burada biz xəbər görə bilmiriksə, yəni buradakı kimi xəbər yoxdursa və yaxud da söz önü gəlirsə, bu zaman bu söz yəli kal deyil. Çünki burada coming sözü özü izlə birləşərək söz önü xəbər yaradır. Yəni özü xəbərin özü kimi burada işlənir. Məsələn, Jane is coming to the party. Ona görə də bu yəli kal deyil. Sonra biz demişdik ki, cansız isimlərin yəli kalını biz of ilə düzəldirik. Lakin bəzi cansız isimlər var ki, onlar bu qaydaya tabe deyil. Onları biz apostrof s ilə düzəldirik. Lakin bəzi məqamlara diqqət yetirmək lazımdır ki, məsələn, today, yesterday, tomorrow, the sun, the moon, the earth, the world kimi sözlər həmişə apostrof s qəbul edir. Heç vaxt biz onlara today's apostrof, yesterday's apostrof kimi sözlər hallar kimi işlədə bilmərik. Bunlar səhvdir. Lakin zaman bildirən sözlər, məsələn, a minute, a week, a year, a month, a mile, məsafə bildirən 2 kilometr kimi sözləri biz həm təkdə, həm də cəmdə verə bilərik. Və yaxud bir də yadınızda saxlayın ki, əgər sözün qarşısında to və üstü rəqəmlər few, several, many kimi sözlər görərsinizsə, bilin ki, burada apostrof s apostrof olacaq. Çünki artıq bu sözlərdən sonra cəm isim gələr. Ona görə də biz bu məqamlara diqqət yetirməliyik. Fəsillərin, ölkələrin, şəhərlərin, çayların, göllərin, okeanların yəli kalı da apostrof s ilə olur. Məsələn, summer's holiday, Sunday's newspaper, January's cold, Azerbaijan's victory, Baku's wins, River's water və ilaxır, Ocean's dips və s. Bugünlük bu qədər.